Salam dostlar, sizinlə Şəhla İsmayılovadır. Bu günləri sizlərə Faberlic'in 8 nömrəli kataloqundan olan yenilikləri təqdim edirəm. Hər kəsə xoş izləmələr. İlk öncə sizlərə belə bir dodaq boyasını təqdim etmək istəyirəm. Baxın, belə bir rəngi var. Tətbiq edib rənginə əlimizdə baxaq. Məncə qəşəng rəngi var. Bəyəndim. Sonra isə yeniliklərdən olan belə bir dodaq boyası. A few moments later. Bunu tətbiq edək, çünki mat dodaq boyasıdır. Birazdan rənginə baxarıq. Matlaşdıqdan sonra görək qalıcılığı və rəngi necə olur. Baxın, hal-hazırda belə bir rəngi var. Çox xoş görünür rəngi. Bilmirəm, işıqdan necə görsənir. Baxın. Məncə qəşəngdir. Digər məhsullarımız isə belə bir dırnaqlar üçün nəzərdə tutulmuş lakdır. Hansı ki, dırnaqlarınızda əgər quruluq və kövrəklik varsa, mütləq və mütləq Faberlic'in bu dırnaq lakından alıb istifadə edə bilərsiniz. Sizə teksturasını da göstərmək istəyirəm. Baxın, belə bir çəhrayı çalarları olan dırnaq bərkidici bir vasitədir. Sonra keçirik növbəti məhsulumuza. Belə bir dırnaq boyasıdır. Hansı ki, quruducu lampa olmadan tətbiq edirsiniz dırnaqlarınıza və anındaca quruyur və bir həftəlik qalıcılıq müddəti var. Növbəti məhsulumuz isə ot ləkələrini və digər ləkələri paltarlarınızdan rahatlıqla çıxara biləcəyiniz belə bir qələm təmizləyici vasitədir. Baxın. Belə. Növbəti məhsulumuz isə uşaqlarınızın əgər saçı çox dolaşqandırsa, bu məhsulu rahatlıqla alıb istifadə edə bilərsiniz. Bu məhsulu istifadə etdikdən sonra uşaqlarınız saçlarını daha asanlıqla daraya biləcəklər. Növbəti məhsulumuz isə vitamin seriyasından olan mango və papaya qoxulu belə bir bədən spreyidir. Digər məhsulumuz isə yeniliklərdən olan belə bir qaşlar üçün sabitləyici geldir. Baxın, belə bir fırçası var. Teksturası da belədir, iz qoymur. Dəridə iz qoymursa, yəqin ki, qaşlarda da iz qoymaz. Bunu istifadə etdikdən sonra fikrimi bildirəcəm inşallah. Digər yeniliklərdən biri olan isə kutikul üçün nəzərdə tutulmuş belə bir vasitədir. Baxın, rəngini göstərmək istəyirəm sizə. Dırnaqlarınızın bu hissəsinə vurursunuz və kutikulları yumuşaq edir. Sonra isə rahatlıqla təmizləyə bilirsiniz. Növbəti məhsulumuz isə halal seriyasından olan belə bir göz qələmimizdir. Qara rəng bu dəfə sifariş vermişəm. Keçən sifarişlərimdə korişnevi və firuzəyi rəngdə idi. Bu dəfə isə qara rəngini sifariş vermişəm. Çox bəyənirəm bu qələmləri. Niyə? Çünki yayılmır qətiyyən. Çox keyfiyyətlidir. Ümumiyyətlə Faberlic'in bütün məhsulları keyfiyyətlidir. Amma bunları vəbşə belə çox bəyənirəm. Görəsən mənim Faberlic'də bəyənmədiyim hər hansı bir məhsul var. Yəqin ki, bəyənməsəm bu videolarda çəkməzdim və heç kimə də tövsiyə etməzdim. Baxın. Çox qəşəngdir. Növbəti məhsulumuz isə belə bir pattilərdir. Hansı ki, əldə və yaxud da bədəninizin hər hansı bir hissəsində yara
olduqda bunları rahatlıqla istifadə edə bilərsiniz. Çünki bu patilər suya dayanıqlıdır. Və siz bunları yaranın üzərinə istifadə etdikdən sonra əllərinizi yuduqda bu patilər qətiyyən qopur. Baxın, göstərim sizə. Formada da var və belə böyük forması da var. Bunlardan birini açıb sizə göstəreyim. Baxın. Deməli, öncə beləncinə bu hissəni açırıq. İstənilən hər hansı bir hissəyə tətbiq edirik. Və sonra baxın. Qətiyyən qopur. Yəni əlbəl başqa patilər kimi sürüşüb qopma yoxdur qətiyyən. Çox yaxşıdır, keyfiyyəti də mükəmməldir. Siz də bunlardan alıb istifadə edə bilərsiniz. Baxın, dodaq boyasının rəngini də göstərmək istəyirəm yenidən və qalıcılığını yoxlayaq. Baxın. Məncə qalıcılığı da çox gözəldir. Və son məhsullarımız isə Umo seriyasından olan uşaq körpələr üçün nəzərdə tutulmuş belə bir nəm salfetlərdir. Hələlik bu qədər. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Əgər videolarımı bəyənirsinizsə kanalıma abunə olub şərh bölməsində aktivlik göstərib fikirlərinizi bildirməyi unutmayın. Əgər siz də bəyənirsinizsə Fabelli ki, mütləq və mütləq mənə yazın, sizi qeydiyyat edim və siz də bu məhsullardan ambar qiymətinə alıb istifadə edin. Hələlik.